yuxunu normallaşdırmaq üçün çox yaxşı bitkilər var. Aha, tərkib olaraq. Əslində, insanların çoxu da artıq bilir mən hansı bitkidən danışıram. Valeriana officinalisdən. Hər kəs valerian bilir. Əslində, pişiyotu köküdür. Mən buraya gəlməmişdən qabaq bir həkim, yəni xəstəxanadan çıxanda həkim yoldaşımdan çox savadlı damar cərrahıdır. Dedim, fitoterapiya, nevrologiya qayıtdı ki, sən uzaqlara apardın, pişiyotunun kökü. Dedi, mənim babam 100 yaşında dünyasını dəyişib, nənəm 116 yaşında və o hər zaman pişiyotu kökünü götürürdü, qurudurdu, dəmlədikdən sonra çayına əlavə edirdi. O kişi heç vaxt əsəbləşmirdi. Heç vaxt yuxu problemi əziyyət çəkmirdi. Fikir verin, məsələn, kimlərsə adicə ürəyimdən bir ağrı tutdu, əsl ürək xəstəliyini demirəm. Pişiyotu istifadə edir, rahatlanır. Yəni, trankvilizə edici təsiri var. Pişiyotunun kökünü və damotu. İkisi də Azərbaycanda bitir. Hərəsindən bir çay qaşığı götürüb, bir stəkan qaynar suda 20 dəqiqə dəmləsinlər. İstəsələr adi çaylarına da qata bilərlər, tək şəkildə də içə bilərlər. Tövsiyə eləyərəm, axşam 7-dən sonra içsinlər. Hətta deyərdim, yatmadan 3 saat öncə. Dərin yuxu olacaq. Amma gün boyu içməsinlər. Avtomobil idarə edə bilərlər, diqqət yayğınlığı yarana bilər. Və bu dəmləməni, pişikotu və damotu qarışımını içdikdən sonra 3 həftədən sonra mütləq 2 həftə fasilə versinlər. Və günlük normanı aşmasınlar. Məsələn, artıq dünyada istər pişikotunun da, damotunun da, digər bitkilərin də alınmış maddələri kapsullaşmış şəkildə də insanlara verilir. Sadəcə olaraq onu dəmləmə şəklində istifadə edəndə doza ayarlanmasını uyğun tutmazsanız, onun daha yan təsirləri olar. Aha. Sonra davamlı yuxululuq olar. Davamlı yuxululuq da digər üzvlərin işinə mane ola bilər. Ona görə tövsiyə edərdim ki, belə istifadə edə bilərsiniz və 1 yaşından yuxarı hər kəs istifadə edə bilər. Hamiləlik, laktasiya dövründə tövsiyə olunmur və tövsiyə edərəm ki, damotu tək şəkildə təzyiqi salır, pişiyotu ilə birlikdə daha çox sala bilər. Əgər kiminsə təzyiqi həddən artıq aşağıdırsa və təzyiqi aşağı salmaq üçün güclü dərmanlar içirsə, bu dəmləmə ilə yanaşı eləməz.